ayaqda sinir trofikasının pozulmasına qaynaqlanırsa, daha çox ayağın təzyiqə məruz qalan sahəsində yaranacaq. Ətrafındakı dərinin spesifik görüntüsü olur, keratozlaşmış olur. Nə qədər dərinə nüfuz etsə də xəstə heç bir ağrı hiss etmir. Bu bilirsiniz, həkimlə xəstənin əlbir işidir. Şəkərli xəstələrdə damarın mənfəzi daralır. Neuropatik yaraların Könülxan proqnozu daha qənaətbəxşdir. Onlar sağalmağa daha meyillidir. Neyroişemik təbii ki, bu daha ağır yaradır, infeksiyalaşmağa meyilli olur. Karbohidratlı qidalara üstünlük verirsə, əlbəttə ki, onlar daha çox risk daşıyır. İlkin mərhələdə həkimə müraciət etsə, bu böyük fəsadın qarşısını almaq mümkündür? Təbii, %100 mümkündür. Aparılan yeni araşdırmaya görə qaraciyər xəstəliklərinin erkən mərhələdə aşkarlanması üçün yeni qeyri-invaziv test hazırlanıb. Bu üsul sadə qan analizi vasitəsilə qaraciyərdə yaranan fibroz və digər zədələnmələri erkən aşkar etməyə imkan verir. Klinik sınaqlarda testin yüksək dəqiqlik göstərdiyi qeyd olunur. Həkimlər bildirirlər ki, bu yanaşma biopsiyaya ehtiyacı azalda bilər. Xəstəliyin erkən aşkar olunması isə müalicənin effektivliyini artırır. Mütəxəssislər yaxın illərdə bu testin geniş tətbiq olunacağını düşünür. Yeni tədqiqata əsasən xüsusi biotexnoloji gelin diabetik ayaq yaralarının müalicəsində effektiv olduğu göstərilib. Bu gel toxuma regenerasiyasını stimullaşdıraraq yaranın daha tez bağlanmasına kömək edir. Araşdırmada amputasiya riskinin azaldığı da qeyd olunub. Həkimlər bu yeniliyin diabet xəstələrinin həyat keyfiyyətinə ciddi təsir göstərə biləcəyini vurğulayırlar. Lakin geniş istifadədən əvvəl əlavə klinik sınaqlar davam etdirilir. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Siz Baku Medi izləyirsiniz. Baku Medin bu dəfəki buraxılışında biz şəkərli xəstələrdə ayaq yaraları mövzusu ətrafında danışacağıq. Bu mövzu barədə sizi maraqlandıran və narahat edən bütün suallara studiyamızın qonağı ümumi cərrah Gülşən Əliyeva ilə aydınlıq gətirməyə çalışacağıq. Gülşən xanım, xoş gördük. Xoş gəlmisiniz studiyamıza. Təşəkkür edirəm dəvətiniz üçün. Biz təşəkkür edirik sizə. Gülşən xanım, elə gəlin ilk olaraq bundan başlayaq. Şəkərli diabetli xəstələrdə ayaq yaraları niyə yaranır? Şəkərli diabet Könülxan, gəlin ondan başlayaq ki, elə bir xəstəlikdir ki, elə bir orqan, elə bir sistem yoxdur ki, ona neqativ təsir göstərməsin. Maddələr mübadiləsinin elə bir növü yoxdur ki, şəkər oradan yan keçsin, ora zərbə vurmasın. Yəni bu baxımdan təsəvvür edin ki, statistikaya qısaca nəzər salsaq, artıq bu metabolik xəstəlik olmaqdan çıxıb. Artıq bir düşünün ki, epidemiya kimi dəyərləndirilir artıq. Bəli. Və getdikcə də hər il bu xəstəlikdən əziyyət çəkənlərin sayı artır. Acınacaqlı məqam ondan ibarətdir ki, hər iki şəkərli xəstədən biri xəbərsizdir ki, onda bu xəstəlik var. Yəni xəstəliyindən xəbərsiz şəkildə həyatına davam edir və ən çox qorxulan, o xəstələrin qorxulu rüyası olan üzvlərin itirilməsi, amputasiyalar hər 30 saniyədə bir şəkərli xəstənin bir üzvü itirir. Gələk sualınıza, niyə ayaqlarda yaralar əmələ gəlir? Qeyd edeyim ki, şəkərli diabet, az öncə qeyd etdim, bütün orqanlara, amma ən çox gözlərimizə, böyrəklərimizə və ayaqlarımıza zədə vurur. Təsadüfi deyil ki, dünyada ümumi korluğa nəzər salsaq, əksəriyyəti şəkərli xəstələrin payına düşür. Korluğun əsas səbəbi şəkərin göz dibinə yetirdiyi mənfi təsirdir. Dünyadakı dializ xəstələrinə baxaq, böyrək patologiyası üzrə əksəriyyəti şəkərli xəstələrin payına düşür. Eyni zamanda ayaq amputasiyalarına nəzər salsaq, qeyri-travmatik mənşəli, yəni travma səbəbi olmadan qeyri-travmatik amputasiyaların az qala yarı faizi yenə şəkərli xəstələrin payına düşür. Əslində bütün orqanlara vurduğu zədə, onların damarlara, sinirlərə vurduğu zədə ilə o yolla baş verir. Eyni zamanda ayaqlarda da açılan yaraların səbəbi odur ki, qanda yüksək miqdarda qalan bu şəkər hansı ki hüceyrəyə daxil ola bilmir. Qanda yuxarı miqdarda toplanır və ayağın xırda kalibrli damarlarını zədələyir, ayağa gedən sinirləri zədələyir. Məhz bu səbəbdən də artıq ayaqda başlayır yaralar açılmağa. Başqa bir səbəbi də odur ki, təkcə trofikanın, qidalama və təchizatın pozulması deyil. Onun özü də özü ilə bərabər paralel olaraq etap-etap fəsadlar gətirir. Məsələn, təsəvvür edin ki, bir ayağın, tutaq daha çox pəncədə, barmaqlarda başlayır da, bir ayağın təsəvvür edin vətərlərini, əzələlərini qidalandıran sinirlər
şəkər səbəbindən zədələnibdir. Bu zaman nə olacaq? Ayaqda başlayacaq deformasiyalar əmələ gəlməyə. Ayaqda başlayacaq məsələn çəkic barmaq olacaq, barmaq bükülmüş vəziyyətdə olacaq. Biz ona osteoartropatiyalar deyirik. Ayağın quruluşu dəyişəcək, qeyri-anatomik bir quruluş alacaq. Bu halda nə olacaq? Pasient normal bir ayaqqabı geyinəndə ayaqqabı onun ayağını vurmağa başlayacaq. Çünki ayağın quruluşu artıq normal deyil. Və eyni zamanda dərini, piy vəzlərini qidalandıran sinirlər zədələndiyi üçün şəkərli xəstələr özü də məni təsdiqlər ki, onların dərisi qupquru olur, qabıqlanmış olur, çatlar olur. Bu da bir səbəbdir ki, yara açılsın, quru dəridir, qeyri-düzgün ayaqqabı seçimi, eyni zamanda sinir trofikası pozulduğu üçün başqa nə baş verir? Hissiyat itir. Xəstələrdə simmetrik distal polineuropatiyalar olur və onlar yara açılarkən belə onu çox gec fərqinə varırlar. Xəstəni həkimə gətirən əsas kriteriya nədir? Ağrıdır, düzdür? Şəkərli xəstələr də bu ağrını hiss etmədiyi üçün çox vaxt gec mərhələdə müraciət edirlər. Ümumən Könül xanım, indi nəzər salsaq, bütün faktorlar sanki xəstədə yaranın açılması üçün münbit bir şərait yaradır. Hansı rakursdan baxırsan bax, yaranın yaranması üçün əlverişli bir şərait yaranır. Məhz bu səbəbdən də şəkərli xəstələrin ayağında yaralar əmələ gəlir. Doktor, bütün şəkərli diabetli xəstələrin ayaq yaraları eyni cür olur, yoxsa yaralarda bir fərq olur? Yox, olur təbii ki. Çünki az öncə mən qeyd etdim, sinir təchizatının pozulmasından damar və bəzən hər ikisi eyni anda. Biz ona neuropatik, işemik və neyroişemik yaralar deyirik. Yəni xəstə ona baxarkən özü təbii ki, fərq etməyə bilər, amma biz yaranı diferensiasiya edərkən bunun sinir mənşəlimi, damar mənşəlimi, yoxsa hər ikisinin kombinə olunmuş variantı olduğunu təbii ki, biz onu bilirik. Əvvəla lokalizasiyasından, yerləşməsindən. Məsələn, əgər xəstənin ayağındakı yara neuropatikdirsə, yəni sinirdən qaynaqlanırsa, sinir trofikasının pozulmasına qaynaqlanırsa, daha çox ayağın təzyiqə məruz qalan sahəsində yaranacaq. Yəni pəncənin plantar aşağı səthində olur və ətrafındakı dərinin spesifik görüntüsü olur, keratozlaşmış olur. Bu yaralar Könül xanım ağrısız olur. Nə qədər dərinə nüfuz etsə də xəstə heç bir ağrı hiss etmir. Bir də var işemik yaralar, yəni qan təchizatının pozulması nəticəsində. Bunlar daha çox ətrafların distal uc hissələrində, hansı hissəyə ki qan gedib çatmır rahat, orada yaranır. Bu ağrılar çox möhkəm ağrı, bu yaralar çox şiddətli dərəcədə ağrı verir xəstələrə. Bu qan dövranının zəifləməsi zamanı baş verir. Bəli, qan damarlarının tıxanması, tutulması zamanı. Çünki şəkərli xəstələrdə aterosklerotik dəyişikliklər gedir. Damarın mənfəzi daralır. Xüsusən kiçik kalibrli damarların mənfəzi daralır və daralıq nəticəsində distal uc hissələrə qan yaxşı gedib işləmir və orada işemik yaralar açılır. Məsələn, neuropatik yaraların Könül xanım proqnozu daha qənaət bəxşdir. Onlar sağalmağa daha meyillidir filan. Amma bu qan təchizatının pozulması nəticəsində yaranan yaralar, onlar qanqrena, amputasiya riski daşıyan yaralardır və şiddətli ağrı verir, xəstənin gecə yatmağa qoymur. Bir də var, hər ikisi kombinə olunmuş şəkildədir. Neyroişemik təbii ki, bu daha ağır yaradır, infeksiyalaşmağa meyilli olur, çox xüsusi diqqət tələb eləyir. Doktor, bəs hansı xəstələr risk qrupuna daxildir? Şəkərli xəstələrin əslində elə şəkərli diabet olmaq özü risk deməkdir və statistika göstərir ki, hər 5 şəkərli xəstədən biri həyatı boyu mütləq xroniki yara ilə rastlaşır. Amma Könül xanım, misal üçün şəkərlə paralel xəstənin artıq çəkisi varsa, şəkərlə paralel xəstə siqaret çəkirsə, ayağının elementar gigiyenik qaydalarına əməl etmirsə, qeyri-düzgün ayaqqabı geyinirsə və s. Pəhlizini gözləmirsə, şəkərli qidalara, karbohidratlı qidalara üstünlük verirsə, əlbəttə ki, onlar daha çox risk daşıyır. Bəs ayaq yaralarının ilkin əlaməti nələrdir? Çox gözəl sualdır Könül xanım. İlkin əlamət əslində həmişə kiçik yaradan başlayır. Heç vaxt xəstə yatıb, durub, oyanıb görmür ki, ayağında geniş miqyaslı bir yara var. Bütün o geniş yaralar, bütün amputasiyalar hamısı kiçik bir çatdan, kiçik bir yaradan, səthi bir yaradan başlayır. Xəstə onu ya görür, göz ardı edir, ya ümumiyyətlə görmür. Amma ilkin mərhələdə həkimə müraciət etsə, o böyük fəsadın qarşısını almaq mümkündür? Təbii, %100 mümkündür. Bu, bilirsiniz, həkimlə xəstənin əlbir işidir. Əlbəttə, ilkin mərhələdə müraciət etsə, həkim xəstəyə tövsiyələr verir. Orada etaplar olur. Misal üçün, bu dərmanı içməlisiniz, bu rejimə əməl eləməlisiniz. Xəstə onlara əgər regular qaydada, tam nizamlı şəkildə əməl eləsə, bir qədər gec olsa belə, məsələn, 3 həftə çəkə bilər, 3 ay çəkə bilər, əvvəl-axırı sağalır.
Bir şərtlə ki, çox ciddi şəkildə, nizamlı şəkildə o qaydalara əməl eləməlidir, həkim tövsiyələrinə. Doktor, siz az əvvəl qeyd etdiniz ki, şəkərli xəstələr ayaqlarına da yara yaranmasın deyə düzgün qulluq etməlidirlər. Adi insanların, bax, xəstə olmayan insanların ayağa qulluğu ilə şəkərli xəstələrin ayağa qulluğu arasında bir fərq varmı? Nələrə diqqət etməlidirlər? Təbii ki, yenə çox maraqlı sualdır Gönül xanım. Biz ambulatoriyada çoxlu sayda şəkərli xəstələrlə, diabetik yaralarla rastlaşırıq və hər dəfə mənim təəccübləndiyim məqam ondan ibarətdir ki, şəkərli xəstələrin əksəriyyəti elementar olaraq ayağa qulluq qaydalarını bilmirlər. Çünki mən onları izah eləyəndə onlar bu informasiyanı o qədər təəccüblə qarşılayır ki, daha öncə biz bilmirdik deyir. Hər bir şəkərli xəstə hər gün, mütləq hər gün istisnasız olaraq ayağını təftiş eləməlidir. Ayağına baxmalıdır vizual olaraq. Özü baxa bilmirsə, tutaq ki, çəkisi çoxdur, əyilib ayağın hər tərəfini başdan keçirə bilmir, güzgü yardımından istifadə edə bilər. Ayağın alt hissəsinə, barmaqların arasına və ya evdə bir yaxını varsa ondan rica eləyə bilər, baxsın, kiçik bir yara varmı, kiçik bir çat varmı ki, dərhal üzərinə düşsün, gecikdirməsin. Və hər gün ayağı vanna qəbul etməlidir. Bunun şərtləri necədir? Məsələn, şəkərli xəstələrin hissiyatı zəif olduğu üçün bəzən onlar qaynar suya ayaqlarını salır və hiss etmir ki, su qaynardır və müxtəlif dərəcəli yanıqlarla sonra bizə müraciət edir. Bunun qaydası necədir? Öncə əli ilə suyun istilik dərəcəsini yoxlamalıdır. İlıqdırsa, o zaman ayağını o suya daxil edə bilər. Yuyucu vasitələrə belə fikir verməlidir. Çox incə tərkibli uşaq şampunlarından, uşaq sabunlarından istifadə etməlidir. Suda çox saxlamamalıdır. 3-5 dəqiqə kifayətdir. Sudan çıxardandan sonra hər bir xəstə mütləq şəkildə ayağını tam qurulamalıdır. Heç bir sahə, barmaqların arası xüsusilə yaş qalmamalıdır. Yaş dəri göbələk infeksiyasının inkişafı üçün çox münbit bir şəraitdir. Gərəkirsə hətta fen yardımı ilə barmaqların arasını qurulamalıdır və silərkən belə dəri axı qurudur, zədələnməyə meyillidir. Çox ehtiyatla pambıq ağ dəsmaldan istifadə etməlidir. Niyə ağ? Çünki bir yara, bir axıntı varsa ağ dəsmal dərhal çirklənəcək və görəcək. Bunlar çox önəmlidir. Tam qurulayandan sonra nəmləndirmə çox önəmlidir. Çünki xəstələrin dərisi qupquru olur və bu yara üçün çox əlverişli bir şəraitdir. Mütləq nəmləndirilməlidir. Və tikişsiz, pambıq materialdan corabını, çox dar olmayan corabını pasient geyinməlidir, o şəkildə yatmalıdır və ya gəzməlidir. Ümumiyyətlə corabsız və ya ayaqqabısız ev içərisində belə dolaşmaq qətiyyən məsləhət deyil, çünki hissiyat zəifdir. Nəsə batarsa ayağını, o onu hiss etməyəcək. Məsələn, qışda müxtəlif isidici vasitələrin kənarına ayağını qoyub da ayağını çox şiddətli dərəcədə yandıran, yayda çimərlikdə qumun üzərində yalın ayaq gəzib ayağını təsəvvürün sümüklərinə qədər açılan və onu heç hiss etməyən, ayaqqabının içərisində yəni hissiyat o dərəcədə olmur. Təsəvvür edin. Yəni bunlar hamısı real faktlardır. Biz bunları demək olar ki, hər gün görürük, hər gün pasientlərə bildiririk ki, siz niyə bəs ayaq yalın gəzirsiniz? Siz niyə bəs ayaqqabını çıxardanda ayağınızı, corabınızı soyunub bir ayağınıza baxmırsınız? Ayaqqabı demişkən, hətta ayaqqabını geyinərkən belə pasient ayaqqabını aşağı endirib diqqət etməlidir ki, içində balaca bir əşya qalmasın. Düzdür, uşaq keçərkən məsələn nəyisə ata bilər ayaqqabının içinə və normal insanlar necədir? Hissiyat yerində olduğu üçün adi bir qum dənəsi bizim ayaqqabımızın içində qalanda biz diskomfort hissi keçiririk. Düzgün ayaqqabı seçimi bu qədər önəmlidir. Bu qədər önəmlidir və ayaqqabının içində bir yad cisim qalarsa təsəvvür edin. 20 dəqiqə, bəli 20 dəqiqə bəsdir ki, orada trofika pozulsun, o yad cisim sıxsın ayağı və oradan yara açılsın, döyənək əmələ gəlsin, sonradan pasient üçün bir bəlaya çevrilsin. Ona görə ayaqqabını geyinərkən də onun içərisini təftiş eləməkdə bir fayda var. Ayaqqabı seçimləri də təbii ki, pəncə tərəfi enli olmalıdır, dar, çox hündür ayaqqabılar bunlar döyənəkləşməyə və ya sıxaraq dəri qidalanmasının pozulmasına, dolayısıyla yaralara şərait yaradır, yol açır, bəli. Doktor, bəs ayaq yaraları infeksiyalaşarsa hansı əlamətlər ortaya çıxır? Bu yaralar şəkərli diabet fonunda olduğu üçün infeksiyalaşmağa çox meyilli olur.
Hər tipik bildiyimiz infeksiya əlamətləri başlayır özünü göstərməyə. Yarada görüntü daha kəskin xarakter alır, yaranın ətrafı başlayır qızarmağa, pis qoxulu ifrazat gəlir. Əgər ağrı hissiyatı xəstədə qalıbsa, ağrı şiddətlənir. Bəzən pulsasiya edici, zoqqıldayıcı xarakter daşır. Yəni artıq xəstə özü də başa düşür ki, bu yara çirk eləyib. Əslində çirk eləmədən gəlmək daha yaxşı olar, amma yəni nə etməlidir? İlk mərhələdə nə etməlidir? Həkimə mi müraciət etməlidir dərhal, yoxsa evdə bir tədbir görmək mümkündürmü? Mütləq həkimə müraciət etməlidir. Bütün protokollar da bunu tövsiyə edir. Xəstə gözləməməlidir ki, infeksiyalaşsın. Onda gec olur. Bəzən bu proses az öncə qeyd etdiyim kimi dərin təbəqələrə nüfuz eləyir. Osteomilt artıq sümüyə gedir, çürüdür. Xəstə gəlir və biz rentgen, MRT çəkdiririk ki, proses artıq sümüyə nüfuz edib, artıq amputasiya mərhələsinə çatıb. Bəzən kənardan səthi görsənə bilir, amma yaranı debridman elədikcə, ölmüş toxumaları təmizlədikcə görürsən ki, bu ta sümüyə qədər nüfuz edir. Artıq gecikir. Ona görə ilkin etapdan mütləq ən azı bir dəfə həkim qəbulunda olmalıdır. Həkim ona doğru qulluq qaydalarını, bizim müalicəmiz sadəcə yerli yaraya qulluqdan ibarət deyil ki, bu yara ikincili bir şeydir. İkincili fonda yaranır, elə deyilmi? Bunun səbəbi şəkərdir. Mütləq öncə şəkərə, bunun səbəbi əgər gələn daralmış damardırsa, mütləq biz damar genişləndirici tətbiq edirik. Bunun səbəbi sinirdirsə, mütləq sinir qidalandırıcı tətbiq edirik. Xəstəyə uyğun biz reabilitasiya tədbirləri seçirik. Doktor, bəs yara müşahidə olunduqda hansı analizlər və hansı müayinələr aparılır? Müalicəsi necə aparılır? Xəstə ilk öncə müraciət eləyir. Təbii ki, biz anamnez toplayanda məlum olur ki, uzun müddətdə şəkərdən əziyyət çəkir. Yeri gəlmişkən şəkər yaraları adətən bir 10 il, 15 il nəticəsində yüksək şəkər əgər qanda kontrolsuz qalırsa yaranır. Anamnez artıq bizə çox şey deyir və ayağın görüntüsü, diabetik, tipik diabetik ayaq, o osteoartropatiya fonunda deformasiya olunmuş pəncə, barmaqlar və bunun da üzərinə yaranı əlavə etsək, aydın olur ki, bu şəkər yarası olur. Və az öncə qeyd etdiyim kimi, yaranı təftiş edərkən biz onun neuropatik, yəni sinir mənşəli, işemik və ya hər ikisinin kombinə olmuş variant olduğunu üzal baxışda biz təyin edirik. Əgər şübhələniriksə ki, yara daha dərin təbəqəyə nüfuz edib, mütləq şəkildə instrumental müayinələrdən, rentgenografiyadan, maqnit rezonans tomoqrafiyadan istifadə edirik, sümüklərin vəziyyətini, yumşaq toxumaların dərində yerləşən vəziyyətini dəyərləndirmək üçün. Ehtiyac olursa infeksiyalaşmış yaralarda infeksionistlə paralel yaradan bakterioloji və sitoloji analiz götürürük. Antibakterial müalicə təyinində, mövcud mikrofloraya həssas antibiotik təyinində bu bizə çox yardımcı olur. Və eyni zamanda, məsələn, neuropatik yaradırsa, xəstə mütləq bilməlidir ki, qətiyyən ona gəzmək olmaz. Bu çox önəmlidir. Yəni, hətta evin içində qalxıb 10-15 addım atmağı belə. Yəni artıq yara yarandığı zaman. Bəli. Xüsusən o neuropatik mənşəlidirsə, yəni sinir təchizatının pozulmasından yaranıbsa, bu kimi xəstələrə biz şiddətlə tövsiyə edirik ki, yataq rejimi, qətiyyən durub gəzmək olmaz. Yara tamamilə təzyiqdən azad olmalıdır. Hətta dar corab belə geyinməyi qadağan edirik. Adi bir yaraya təzyiq bizim müalicəni neçə gün dağa salır. Adi durub evin içində 10-15 addım atmaq belə. Təsəvvür edin ki, adi dar corab belə qadağan olunur. O ki, qaldı yaranı sıxan ayaqqabı geyinsin filan. Yəni, bu çox önəmlidir. Konservativ metoddur, düzdürmü? Amma xəstələr fikirləşir ki, müalicə ancaq dərmandır, iynədir, sistemdir. Elə deyil. Adicə bir uzanmaq, yaranı təzyiqdən azad etmək nə qədər bizə fayda verir. Və eyni zamanda damar tıxanıqlığı səbəbindən yaranıbsa, bu yara sağalmırsa, təbii ki, burada artıq invaziv radioloqlarımızla biz paralel işləyirik. Mütləq şəkildə damarlar angioplastika olunub açılmalıdır. Bir şəkildə yaraya qan gəlməlidir ki, yara sağalsın. Əks halda pasientin qəbul etdiyi antibiotiklər yaraya necə gedir çatır? Qanla gedir çatır. Qan gəlmədiyi müddətcə təbii yara sağalmaz. Bu halda ehtiyac varsa damar plastikasına göndəririk. Damarlar açılır, angiografiya olunur. Doktor, bəs cərrahi müdaxilə nə zaman qaçılmaz olur? Cərrahi müdaxilə ilkin etaplardan əslində biz başlayırıq ambulator şəraitdə debridmanlara. Yəni yaranın, əgər yarada irinli möhtəviyyat varsa, ölü toxumalar, nekrotik toxumalar varsa, mütləq bunlar tərtəmiz təmizlənməlidir. Əvvəla bunlar infeksiya mənbəyidir. İkincisi, istifadə olunan yerli məlhəmlərin sağlam toxumalara nüfuz etməsini əngəlləyir və yaranın sağalmasını təbii ki, ləngidir. Və bu debridman regular olmalıdır.
mütləq heç olmasa biz bir həftədən bir pasiyenti həkim kontroluna dəvət edirik. O yaraları ehtiyatlı şəkildə sağlam toxuma sərhəddinə qədər qəşəng təmizləyib, yerli məlhəmlərlə ilkin etapda antibakterial, sonra regenerasiyanı, epitelizasiyanı sürətləndirən məlhəmlərlə sarğılar qoyuruq və paralel olaraq mütləq daxildən müalicə təyin edirik. Doktor, bəs amputasiya riski hansı hallarda artır? Amputasiya riski birmənalı şəkildə pasiyent məsuliyyətsiz yanaşarsa artır. Baxın, məsələn, deyə bilərəm ki, əksəriyyətində xəstə məsuliyyətsizliyi rol oynayır. Hamısı baxın, əyləşirik, söhbət edirik. Pasiyent deyir ki, doktor, mən bu yaranı aşkarladım. Həkim mənə dedi ki, gəzmək olmaz, mən gəzdim. Həkim mənə dedi ki, təcili siqaret atmalısın, mən atmadım. Həkim mənə dedi ki, pəhriz gözləyib şəkərini kontrol eləməlisən, gözləmədim. Ürəyim istəyəndə yedim, şirniyyatdan bol-bol. Və sair həkim dediyinin heç birisini eləmir və sonra peşman olur ki, mən bunu niyə elədim? Bəzən xəstələrdə belə bir düşüncə olur ki, mən bu qaydalara özümü bu çərçivəyə salıb yaşamaq istəmədim. Nə qədər yaşayaram, qoy istədiyim kimi yaşayım. Amma belə olmur. Bəzən axı bu xəstəlik ölümə yox, şikəstliyə gətirib çıxardır. İnsan bir üzvünü itirir. Bir üzvünü itirmiş xəstənin təsəvvür edirsiniz psixoloji durumu necə olur? O tək özünə yük olmur axı, o ətrafından yük olur. O artıq yataq xəstəsinə çevrilir. O ailə üzvlərinə də istər maddi, istər mənəvi əzab vermiş olur. Bunları xəstələr öncədən görməlidir ki, onu nə gözləyir. Sonra artıq gec olur. O üzvü itirəndə artıq çox gec olur, iş işdən keçir. Ona görə də təkrar vurğulamaq istəyirəm. Şəkərli xəstələrdə xüsusilə bir yaranın müalicəsi qat-qat daha çətindir, nəinki onun profilaktikası. Gördünüz ki, mən az öncə rutin qaydaları sadaladım. Çox sadə şeylər, elə deyilmi? Əslində heç bir vəsait tələb eləmir, heç bir maddi bir şey tələb eləmir. Sırf özü baxır və aşkar edəndə həkim müraciət edir. Çox sadə bir şeylə azad olur. Amma gəlin görün ki, bu qanqrenaya, amputasiyaya gətirib çıxardığında nə qədər pasiyentə istər maddi, istər mənəvi, nə qədər çıxılmaza salır. Gülşən xanım, bəs fiziki aktivlik ayaq sağlamlığına necə təsir edir? Fiziki aktivlik bütün xəstəliklərə müsbət təsir edir. Əvvəla insan çəkisini kontrolda saxlayır. Gəzdikcə bütün əzələləri, damarları aktiv olur, bütün sistemlər işə düşür. Gəzməyin də bir normativi olmalıdır. Ortopedik ayaqqabı, çox rahat, ayağı sıxmayan ayaqqabı geyinmək şərti ilə ortalama 45 dəqiqə gəzinti, yürüyüş kifayət edir. 20 dəqiqədən az tövsiyə etmirik və 45 dəqiqə 1 saatdan çox da tövsiyə etmirik şəkərli xəstələrə. Ən optimalı 40 dəqiqə, 45 dəqiqə rahat ayaqqabı ilə gəzməklərində təbii fayda var. Həm qanda şəkəri normallaşdırır, həm də dediyimiz kimi çəkisini nəzarətdə saxlamağa yardım edir. Hipodinamiya hər şeyin başında durur. Hərəkətsizlikdən hər şey qaynaqlanır. Oynaqlarımızın problemləri, artıq çəkimiz və s. Təbii aktiv olmaqda fayda var. Doktor, bilirsiniz ki, bəzi xəstələr həkimə müraciət etmirlər. Yəni ən son mərhələdə artıq iş işdən keçəndən sonra həkimə müraciət edirlər. Təəssüf ki, bəli. Bəs bax, evdə öz-özünə müalicə edən insanlar var. Bax, bu nə dərəcədə təhlükəlidir? O haqqda da danışın. Bəli. Tamaşaçılarımız da izləsinlər, faydalı olar. Xüsusilə şəkərli xəstələrə heç tövsiyə olunmur. Dəfələrlə yenə vurğuluram. Ən xırda yarada belə mütləq həkim nəzarətində olmaq. Hətta mən sizə bir fakt deyim ki, bununla da çox tez-tez rastlaşdım. Real həyatdan götürülmüş faktlar. Dəfələrlə olur ki, xəstə gəlir, ayağında artıq yara əmələ gəlibdir, artıq yetərincə də inkişaf edibdir. Xəstəyə başa salırıq ki, bu debridman olunmalıdır, cərrahi işləməliyik, biz bu nekrotik toxumaları götürməliyik falan. Xəstə deyir ki, israrla, doktor, mən şəkərəm, qorxuram ki, sonra yaram sağalmaz, siz mənə maiz təyin edin, məlhəm təyin edin. Yəni, görün nə dərəcədə kökündən yanlış düşüncə, yanlış yanaşma var. Mən isə onları başa salıram ki, tam tərsinə, biz sizin yaranıza müdaxilə edirik ki, yaranız tez sağalsın. Amma siz düşünürsünüz ki, hər hansı bir müddət, zaten artıq yara əmələ gəlib də və biz artıq, siz həkim qəbuluna gəlmişsiniz. Bəzən xəstələr özü gəlir, özü də həkimə müəyyən göstərişlər verir ki, məsələn, bunu etməyin, bunu edin. Doktor, mənə maz yazın. Doktor, mənə bunu yazın. Mənə sistem yazın. Bəzən belə də olur. Ona görə çox xahiş edirəm ki, sadəcə çox səbirlə, təmkinlə, istənilən bu xalq təbibəti metodları falan, onlarla eksperiment etmədən. Çünki az öncə mən statistikanı vurğuladım axı. Yetərincə böyük rəqəmlərdir, yetərincə ciddi rəqəmlərdir. Yəni, bununla zarafat etmək olmaz. Yaranız əmələ gəldisə, ən yaxındakı
tibb müəssisəsində, ambulatoriyada, qeydiyyatda olduğunuz, yaşadığınız ərazi üzrə fərq yoxdur, adi ailə həkiminə, sahə həkiminə, endokrinoloqa mütləq yaxınlaşın, mütləq bir ixtisaslı həkim görsün, baxsın, onun tövsiyəsinə əməl edin və sadəcə səbirlə gözləyin, nəticəni gözləyin. Doktor, ayaqda yanma və keymə hissi bu nəyin göstəricisidir? Yenə də sinirlərin zədələnməsinin bilavasitə göstəricisidir. Çox tez-tez bu şikayətlərlə rastlaşırıq. Şəkərli xəstələrin ayağında, ayaq boyu yayılmış o yandırıcı ağrılar filan sinir zədələnməsinə bağlıdır. Amma yanaşı olaraq başqa səbəbləri də ola bilər. Mütləq diferensial diaqnostika bu durumda tələb olunur. Doktor, ayaq yaraları müalicə olunduqdan sonra o yaraların təkrar yaranma riski varmı? Var, təbii ki var. Nə qədər ki şəkərli diabet fonda var, o risk həmişə var. Yenə də əgər xəstənin yarası açılıbsa, müalicə olunub, tam sağalıb, normal sağlam epitel toxuma yaranıbsa, yenə də xəstə az öncə qeyd etdiyimiz profilaktik qaydalara əməl etməlidir. Yenə də hər şey başlayır. Doğru ayaqqabı, doğru gigiyenik ayağa qulluq baxım. Burada Könül bir məqamı az öncə mən qeyd etmədim. Bax, bununla da çox tez-tez rastlaşırıq. Yaralar ki var, əksər hallarda dırnaqlarını pasiyentlər ev şəraitində özləri kəsərkən məhz o səbəbdən açılan yaralardır, bəzən inkişaf edir, dərinləşir. Niyə görə daha çox olur? Əvvəla şəkərli xəstələrin dırnaqları trofika pozğunluğu səbəbindən qalın olur. Onlar kəsməkdə çətinlik çəkirlər və kəsərkən bəzən retinopatiyaları olduğu üçün, yaxşı görə bilmədikləri üçün və hissiyatları zəif olduğu üçün onlar kəsərkən çox tez-tez hallarda dırnaq ətrafı yumşaq toxumanı da kəsirlər. Və adi bir kəsik, açıq yara infeksiyalaşmaq üçün infeksiyanın giriş qapısı olur. Ayaq da bildiyimiz kimi yerlə təmasda olur, infeksiyalar üçün əlverişli bir orqanımızdır da, bəli. Nəzərə alsaq ki, ayaq yalın gəzir xəstələr. Baxın, o pedikür sonrası açılan yaralar da kifayət qədərdir. Təhlükəli. Kifayət qədərdir. Ona görə bu məqama da istəyirəm ki, evdə diqqət etsinlər. Ya özləri bacarmırsa, tutaq doğru şəkildə kəsməyi, özlərində alınmırsa, yaxınlarının yardımına istifadə etsinlər. Çünki bu da bir təkan verici səbəb olur çox zaman. Çox sağ olun, təşəkkür edirik sizə Gülşən xanım. Mən təşəkkür edirəm Könül xanım, dəvət etdiyiniz üçün və maraqlı bir mövzu açdığınız üçün. Çox sağ olun. Belə hörmətli tamaşaçılar, bizə ayrılan vaxt burada sona çatdı. Vakumedin bu dəfəki buraxılışında biz şəkərli diabetli xəstələrdə ayaq yaraları mövzusunda danışdıq. Studiyamızın qonağı isə ümumi cərrah Gülşən Əliyeva idi. Biz sizlə yenidən görüşəcəyik. Sağ olun, sağlıqla qalın.